Ermənistanın mövqeyini gözləyirik və təbii ki, beləliklə kiçik addımlar atıla bilər. Tutaq ki, jurnalistlərin, o cümlədən ziyalıların səfərləri, bəlkə də transsərhəd çayları ilə bağlı birgə tədbirlər keçirilə bilər. Bununla bağlı dəfələrlə biz mövqeyimizi bildirmişik. Çünki Ermənistan Araz çayını çirkləndirir. Yeri gəlmişkən bununla da Kür çayı da çirklənir. Və əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və belə bir kiçik addımlarla biz etimadın olmamasını tədricən azalda bilərik ki, bu illər tələb edəcəkdir, lakin biz bununla azalda bilərik.